ki, Peyğəmbər buyurur ki, Muaviyə millətim olaraq ölməyəcək. Yəni, qeyri-İslam dinində. Yəni, gün gələcək Muaviyə vəfat eləyəcək və o mənim dinim İslamda ölməyəcək. Yəni, başqa bir dində olacaq. Bu hədisləri qardaşlar paylaşanda biz görürük ki, rəylərində yazırlar ki, məgər Peyğəmbər hardan bilirdi ki, o İslamda öləcək, ya Məsihi olub öləcək, ya Yahudi olub öləcək. Görün, bu insanlar nə qədər də cılızdılar. Görün, bu insanlar nə qədər də cahildilər ki, məgər bilmirlər ki, Peyğəmbər Allahın iznilə qeyb elmini bilir. Hər böyük bir xəbərləri, minlərlə il əvvəl, özündən əvvəl olan Peyğəmbərlərdən qissələri məgər Peyğəmbər vəhiy eləmədimi? Məgər Peyğəmbər ən böyük xəbəri, ən böyük müjdəni verən şəxs olmadımı? Məgər onun haqqında deyilmədimi ki, o öz nəfsindən heç nə danışmır? Və ma yantiqu anil hava in huva illə vahyu yuha. O yalnız ona vəhiy olunanı deyir.